Sağ ol qardaş. Allah şəhid balamızın mövludunu mübarək eləsin. Sənə də, bizlərə də Allah səbir versin. Amin. Amin. Nizami şəhid Abbasov Ayazın atasıyam. Bu günləri mənim oğlumun mövlududur. Gələn qardaşlar da hamısı şəhid atasıdır. Allah hamısını can salamat eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Sizə də Allah can sağlığı versin. Gəlib bunu çəkib paylaşırsınız. Şəhid Sadiq Ağabalayevin atası Nadir Ağabalayev. Gəlmişik bugün qardaşımızın dərdinə şərik olayıq. Bizim balamızın cənnətdəki ad günü mübarək. Allah səbir versin qardaşımıza. Şəhid Qubadlı Fuadın atası Kərbəlayı Cahangir. Dəki mövludum mübarək, şəhidim. Amin. Allah cəmi şəhidlərimizə rəhm eləsin. Amin. Bize səbir versin. Və Allah bizlərə can sağlığı versin ki, bu dərdi biz çəkə bilək. Sağ olun. Sizə də təşəkkür edirəm. Şəhid Əkbərov Barətin atası Faiq. Bu günləri Abbasov Ayazın mövludu gündür. Nizami Allah səbir versin və Allah bütün şəhid ailələrinə səbir versin. Məkanları cənnət olsun. Allah qalanların canı salamat. Şəhid Bağırov Elnurun atasıyam, Zeynal kişi. Allah Ayaz balamızın mövludun mübarək eləsin. Nizami qardaşımıza səbir diləyirəm. Həmişə bu qapıya bu gündən belə şadlığa gələk, xoş günlərə gələk. Allah köməyiniz olsun. Aleyküm. Mən İsayev Təbrizin, şəhid İsayev Təbrizin atası İsa Bala kişi. Allah şəhidlərimizin ruhunu şad eləsin. Valideynlərinə səbir versin, hamımıza. Allah köməyiniz olsun, siz də çəkib işıqlandırırsınız. Hər vaxt xeyir olsun. Mən Biləsuvardan gələm, neçə ildir bura gələm. Bunlar mənim hamısı çiyin yoldaşlarımdır. Daxili qoşunların xüsusi təyinatlısı Qurbanov Ruslan Üzeyir oğlu. Allah cəmi şəhidlərimizin yerin cənnəti eləsin, ruhlarını şad eləsin. Bu balamızın da, Ayazın da, timsalında onun çiyin yoldaşlarının. Mövludların, il dönümlərin mübarək eləsin. Sizə də ki, minnətdarıq ki, çox sağ olun, əziyyət çəkirsiniz. Allah şəhidimiz mövludunu mübarək eləsin. Amin.